Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, yaxşılıq etmək pis aqibətdən qoruyar, pis sonluqdan qoruyar. Gizlində verilən sədəqə Rəbbin qəzəbini söndürər, qohumluq əlaqələri ömrü uzadar. İbn Qayyim Allah ondan razı olsun. Gör burada nə deyir? Burada söhbət gizli sədəqədən gedir. Onun faydasından danışır. Deyir ki, İbn Qayyim Allah ondan razı olsun. Deyir ki, sədəqənin deyir, əcaib bir təsiri vardır. Sədəqənin əcaib bir təsiri vardır. Bəlaların dəf olunmasında, bəlaların qalxmasında, dəf olunmasında deyir, əcaib bir təsiri vardır. Hətta bir fazirdən, zalimdən, kafir tərəfindən verilsə belə, fazirdir, zalimdir, kafirdir, sədəqə verib, bu sədəqə sayəsində bəla ondan qalxıb, müsibət ondan qalxıb. Müsibət bəla buna üz verməyib. Deyib, əcaib bir təsir, hətta deyir, belə bir insanlardan verilsə belə. Çünki deyir, Allah-u Teala deyir, müxtəlif növ bəlaları sədəqə vasitəsilə dəf edir. Yəni, bu onu göstərir ki, kafir insan yaxşılıq eləsə də bu dünyada mükafat var, lakin ahirətdə ona heç bir pay yoxdur. Görürsən, deyir, kafirdən verilsə də belə. Gör, nə əzəmətli bir kəlamdır, gözəl qardaşlar. Deyir, Rəbbin qəzəbini söndürər, hədisdə gəlir. Yəni, bu o deməkdir ki, bax, bu Rəbbin qəzəbini söndürər söhbəti var, gizlində verilən sədəqə. İbn Qayyim bu hədisi bizə hansı faydanın altında gətirir? Hansı məsələdə gətirir? Duaların qəbul olunmasında. Subhanallah. Deməli, duanın qəbul olunmasında gizlində verilən sədəqənin böyük bir faydası var. Deyərsən, nə əlaqəsi var ki? Gizlində verilən sədəqə Rəbbin qəzəbini söndürür. Mövzu da duaların qəbul olunmasıdır. Yəni, bu deməkdir ki, əgər sən gizlində sədəqə versən və ya buna oxşar digər salih əməlləri işləsən, Allahın sənə olan qəzəbi sönəcək, yoxsa yox? Etdiyin əməldən səndən razı qalacaq, yoxsa yox? Bəli. Səndən razı qalacaq, sənin dualar var. Cavab verəcək. Deməli, gizlində verilən sədəqə, qardaşım, duaların qəbul olması üçün böyük bir səbəbdir. Çünki Rəbbin qəzəbini söndürür. Allah da bir bəndəyə qəzəblənməsə, əksinə etdiyi salih əməldən, yaxşı əməldən razı qalsa, Allah onu mükafatlandıracaq, duasına cavab verəcək. Gör, nə qədər faydalar var. Ona görə, gözəl qardaşlar, salih əməlləri artırmaq lazım. Həm pis sonluqdan qoruyur, həm yaxşı əməllər, salih əməllər duanın qəbul olmasının səbəbdir. Allahın qəzəbini söndürür. Qohumluq əlaqələri salih əməllərdəndir. İnsanın ömrünü uzadır, ruhsunu artırır. Bu şeylərə fikir vermək lazımdır. Bəzən deyirik ki, duamız niyə qəbul olunur? Deyirik ki, duanın qəbul olması üçün müəyyən şərtlər, müstəhəb əməllər və onları eləmirik, ona görə gecikir. Onlardan biri də nədir? Salih əməlləri artırmaq. Duanın qəbul olunmağını istəyirsənsə, salih əməlləri artır, xüsusən də gizlində sədəqələri artır. Aşkarda sədəqə vermək rahatdır. Əsl hünər nə zamandır? Gizlində olanda. Ən çox ixlas insana nə vaxt olur? Əməl gizlində olanda. Aşkarda hamı yaxşılıq eləsin. Bunu hamı bacarır. Münafiq bir aşkarda yaxşılıq edir. Görüm gizlində bunu etmək rahat yoxsa yox. Onca alimlər nə deyirlər? Deyirlər ki, gizlində etdiyiniz əməlləriniz aşkarda etdiyiniz əməllərdən daha çox olsun. Aşkarda hamı rahat şəkildə salih əməl edə bilir. Hamı görür səni. Amma görüm, gizlində olan əməllərin çoxdur, yoxsa aşkarda olan əməllərin? Deyir, gizlində olan əməlləriniz daha çox olsun. Nəinki aşkarda. Çünki bu ixlasa daha yaxındır. Bu Allahla olan səmimiyyətə, sadiqliyə daha yaxındır. Yəni, bu onu göstərir ki, insana Allahın razılığı önəmlidir, bəndələrin yox. Bu da ixlasın əlamətlərindən. Belə Allah Teala bizləri daima ixlaslı qullardan eləsin. Allah Teala bizləri sadiq bəndələrdən eləsin. Allahla sadiq olaq, Allahın bəndələrlə sadiq olaq. Allah bizi bax belə bəndələrdən eləsin. Allah Teala millətimizə hidayət versin, hər birimizə xeyrə müvəffəq eləsin. Xəta edənlərin günahını bağışlasın. Bizləri daima tövbə edən, istiğfar diləyən, Allah xatırlayan bəndələrdən eləsin. Məclislərimizi xeyirli, bərəkətli, faydalı eləsin. Subhanakallahumma və bihamdik, əşhədu an la ilahə illək, əstəğfiruka və atubu ilayk. Allah razı olsun.